mən biologiya müəllimi Şəmsi Seyidbəyli. Bugün sizə din test toplusundan 179-cu sualın izahını verəcəm. Sualımızda deyir, DNT molekulunda ölçüsü adeninin nukleotidinin ölçüsünə bərabər olan nukleotid olmasaydı, üzünü köçürmə prosesində neçə növ azotlu əsas iştirak edər? Uşaqlar, biz bilirik ki, azotlu əsaslarımız adenin, timin, sitozin, guanin və urasildir. Bunlar azotlu əsaslardır. Və DNT molekulunda ölçüsü adeninin nukleotidinin ölçüsünə bərabər olan. Adeninin ölçüsü bərabərdir guaninin ölçüsünə, sitozinin ölçüsü bərabərdir timinin ölçüsünə. Əgər adenin ölçüsünə bərabər olan nukleotid yoxdursa, yəni guanin yoxdursa DNT molekulunda, molekul dediyi üçün, o zaman DNT molekulunda sitozin də olmayacaqdır. Yəni deməli bizim DNT molekulumuz adenin və timin azotlu əsasından ibarət olacaqdır. Və üzünü köçürmə prosesi dediyi üçün, transkripsiyanı nəzərdə tutduğu üçün, biz bilirik ki, transkripsiyada həm DNT molekulu, həm də məlumat RNT-si iştirak edir. Məlumat RNT-sində olan azotlu əsaslar sitozin, guanin, adenin və urasildir. DNT molekulunda əgər sitozin və guanin yoxdursa, deməli biz dedik ki, adenin və timindən ibarətdir. Bəs buna komplementar məlumat RNT-si çıxarsa, adeninə komplementar məlumat RNT-si urasil, timinə komplementar məlumat RNT-si isə adenin olacaqdır. Baxın uşaqlar, bizdən də soruşduğu üçün üzünü köçürmə prosesində neçə azotlu əsas iştirak edər? Bir, adenin azotlu əsası, timin azotlu əsası və urasil azotlu əsası iştirak edəcəkdir. Yəni, 3 növ azotlu əsas iştirak edəcək. Əgər nukleotid soruşsaydı, o zaman 4 növ olacaqdı. Çünki biz bilirik ki, məlumat RNT-sinin nukleotidləri adenin nukleotidi, DNT-nin adenin nukleotidindən fərqlidir. Amma azotlu əsas soruşduğu üçün o zaman düzgün cavabımız 3 olacaq. Sağ olun, görüşənədək.